Ana südü həyatın ilk nəfəsi ilə başlayan ən təbii bağdır. Ana ilə körpə arasındakı o görünməz sevgi körpüsü həm duyğusal, həm də həyati əhəmiyyət daşıyır. Ana südü körpə üçün həm də ilk peyvənd hesab olunur. Çünki onun tərkibində körpəni infeksiyalardan qoruyan anticismlər, vitaminlər, minerallar və inkişaf üçün vacib qidalar var. Qızımı 2 yaş yarımına kimi ana südü ilə böyütmüşəm. Çox vacibdir. Demək olar ki, məsələ belə də bilmirik mağazalarda hansı qat maddələr qatırlar, amma ana südü bilir ki, ananın öz qidalandığı yeməklərlə, yəni yaranan süddür. Ona görə də ana südü daha üstündür. İnkişafı üçün ən aşağısı 6 ay məncə önəmlidir. Yəni ən yuxarısı da 1 il ərzində mütləq verilməlidir. İlk gündən, ilk anadan olunandan başlanmalıdır. Mən bilən 1 yaşına kimi kifayətdir. Əlbəttə ki, fərqlənirlər, çox fərqlənirlər. Sağlamlıqda, məsələ üçün boy artımında, dil açmaqda, hər bir şeydə önəmlidir süd. Ana südü körpənin həm immunitetini gücləndirir, həm də onun fiziki və zehni inkişafında mühüm rol oynayır. Bəs bu südün əvəzedicisi varmı? Ana südü ilə qidalanmayan uşaqlarda hansı fərqlər müşahidə oluna bilər? Pediatr neonatoloq Nərgiz Məmmədova bildirir ki, xüsusilə ilk 6 ay yalnız ana südü ilə qidalanmaq uşağın gələcək sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Ana südü ilə qidalanan uşaqlarda allergiya, bağırsaq infeksiyaları və bəzi xroniki xəstəliklərin yaranma riski daha aşağı olur. Ancaq bəzi hallarda anaların sağlamlıq vəziyyəti və ya digər səbəblərdən körpələr süni qidalarla böyüyə bilər. Bu zaman əsas məsələ uşağın düzgün və balanslı qidalanmasının təmin edilməsidir. Əlavə qidalanma 6 aydan sonra başlanılır, amma ana südü ilə qidalanma gecəsi, gündüzü, yəni əlavə qida ilə yanaşı 2 yaşına kimi mütləqdir. Bəzən elə xəstəliklər var ki, bəli, orada ana südünü kəsirik, əlavə qida veririk. Düzdür, süni qidalar ana südünün yerini verə bilməz, əvəz edə bilməz, tərkib olaraq fərqlidir. Orada immun maddələr yoxdur, bioloji maddələr yoxdur deyə düzgün immunitetini tam uygulaya bilmir. Ana südünün tərkibi körpənin yaşına uyğun olaraq dəyişir. Yəni yeni doğulan körpənin ehtiyacı ilə 6 aylıq körpənin ehtiyacı fərqlidir və ana orqanizmi buna uyğun süd ifraz edir. Hazır qidalar müəyyən hallarda istifadə olunsa da ana südünü tam əvəz edə bilmir. Təbii ki, ana südü almayan hər uşaqda da problem olacaq demək doğru deyil, amma müəyyən fərqlər özünü göstərə bilər. Ana südü ilə qidalanan uşaqlar daha az, məsəl üçün respirator xəstəliklərə tutulur, ishalları daha az olur. Yəni bu şeylər müqayisədə nisbətən ana südü ilə qidalanan uşaqlarda az olur. Süni qida ilə qidalanan uşaqlarda daha çox qəbzlik olur, istər-istəməz koliklər daha çox olur, inək südünə allergiyalar olur. Onun özü də yəni süni qidaya bağlıdır, inək südünə bağlı olan bir şeylərdir. Böyüyəndə də bəzən belə uşaqlarda allergik reaksiyalar çox olur, piylənmələr çox olur, yəni bu şeylər də var. Ana südü təkcə qida deyil, həm də körpənin immuniteti, inkişafı və emosional bağlılığı üçün mühüm təməl hesab olunur. Həkimin sözlərinə görə imkan olduğu halda ilk aylarda körpənin ana südü ilə qidalanması onun gələcək sağlamlığına edilən ən böyük yatırımlardan biridir. Ayşən Sərdar qızı, Namiq Hüseyev, Xəbər Ertəsi.